Herkese salam. Bugün sizlerle mən Emil və kamera arxasında Ümid ilə birgə BMW G20 incələməsi çəkirik. G20 modeli 2018-ci ilin 2 oktyabrında Parisdə avtosərgidə təqdim olundu. 2019-cu ildən isə satışa çıxarıldı. Bagaj həcmi F30 ilə eyni idi, 480 litr. G20-yə biz 330i, 320i, 330-un dizel variantlarında, M340i və M340 dizel variantlarında rast gələ bilərik. Avtomobilin çəki paylanması 50-nin 50-yə idi. Oturacaqları isə 40-20-40 proporsiyasında qırıla bilirdi. Yəni, o arxa oturacaqları yatdırdınız, bagaj həcmi böyüyəcək. Tam yəni rahat istədiyiniz yükü daşıya biləcəksiniz. G20 F30-a nisbətdə daha uzundur, daha enlidir və hündürlüyündə 1 metr fərqi var, 1 millimetr fərqi var. Uzunluğunda isə 76 millimetr olmalıdır. Bəli, G20 F30-dan 76 millimetr daha uzundur. İndi isə sizə ümumi olaraqdan avtomobilimizin mühərriki barədə qısa bir məlumat verim. B48, B20. Yəni, bu mühərriyə biz incələməsini çəkdiyimiz açanmadım. BMW-nin kapotları indi oldu. Bezdirdi məni. Deməli, bu mühərriyə biz F30 incələməmizdə də görmüşdük. B48 mühərrik dediyimiz kimi. Orada mühərrik oynanılmışdı. 340 at gücü falan verirdi. Stokda bu mühərrik 250 at gücü hasil edir. Twin Power turbo yazısı nə desəz, yəni burada bəziləri fikirləşir ki, oyda 2 dənə eyni boyda turbo var. Xeyr. O bir turbinanın iki eyni turbinanın missiyasını yerinə yetirməsidir. Yəni bir turbina ilə BMW 2 turbina əvəzi işi gördürür ona. B48 mühərrikdir, 4 silindir, 2 litr həcmində. Yəni B48 də BMW-nin bir xeyli dözümlü motorudur yəni bu. Yenə başladı kapot. Bu dəfə bağlayacağım. Elə ki. Bizim avtomobilimiz 2019-cu ilindir. Restyling öncəsi modeldir. Restyling isə BMW-nin dilində LCI modeli 2022-ci ildə təqdim olundu. Ümumilikdə G20-nin sürtünmə əmsalına nəzər yetirsək, sürtünmə əmsalımız 0,23-dür. Yəni, sensor incələməsində sürtünmə əmsalı barədə biraz danışmışdım. Sürtünmə əmsalı 0,30-dan aşağı olan avtomobillər, yarış avtomobilləri, yollarda legal olan sport avtomobillər və super sport avtomobillərdir. Yəni, G20 üçün 0,23 sürtünmə əmsalı həqiqətən çox bombadır. 0-dan 100-ə sürətlənməmiz 2 motorla 5.7-5.8 saniyə aralığındadır. Yəni 6 saniyəyə qədər olur. 5.9. Baxır, indi sürətlənmə idi, indi 0-100-ə bir çox şey təsir edir. Təkərlər, havanın şəraiti, yəni bunları nəzərə alsa, yəni 6 saniyələri görürsünüz. 6-dan çıxır bu maşın. Qəşəngdir. Dinamika okeydir. Yəni burada M-buferlərimiz öz yerində. Lazer faralar, M3 lip, güzgü, bir də arxada qəşəng bir dənə difuzorumuz, buferimiz var. Sizə G20-nin M340 dizel komplektasiyası barədə məlumat verim. B57 mühərrik 3 litr həcmində dizel mühərrikdir. Tork baxımından M3 G80-ı keçir. 700 Nm tork verir, 335 at gücü. Yəni yenə G30-da da var idi bir dənə qəşəng M550 dizel. Həm sürətli, həm ekonom. İdeal deyil kar. Bunun da dizeli bombadır. Sadəcə bizim ölkənin dizelində biraz yəni bizim Azərbaycanın dizeli elə də yaxşı deyil, nə də ki 98 elə də dəhşət deyil. Məsələn, bu avtomobildə 98-dən istifadə olunur. Avtomobilin sahibi deyir ki, avtomobil Amerikadan gəlib, amma bezkraskadır. Vurğuz adı yoxdur. Deyir ki, Amerikadan gələndə 98 benzin var idi üstündə. Elə bir benzin idi ki, yəni 2 motor hissiyatı vermirdi. Elə bir ki, raket gedir deyirdi. İndi Azərbaycanda 98 benzindən istifadə olunur. Bakın həcmi 59 litrdir. Yəni deyir ki, 98 ilə rasxod hardasa bir 10 litrdir. Şəhərdə 10 litr. Trasda da görəcək də 7 litr. Yəni BMW-nin zavoddan dediyi rəqəm hardasa elə 6-7 litr civarındadır. Ha bir də Amerikan benzini ilə olsa, həqiqətən sərfiyyat çox aşağıdır məncə. Yəni çox yaxşıdır. Bagaj həcmindən danışacaq olsaq, elektroprivoddan qalxır. Bir dənə burada bağlanma düyməsi yoxdur. Komplektasiyamızda o yox. Açım.
Bagaj həcmimiz 480 litrdir. F30-la eyni. Sadəcə F30-dan fərqli olaraq bagaj həcmini böyütmək üçün burada 2 ruçkamız var. Yəni arxa sıra oturacaqlar 40-20-40 proporsiyasında bölünürlər. Yəni rahat şəkildə oturacaqları yatdırdınız, istədiyiniz yükü yerləşdirdiniz. Bir də burada belə bir dənə qəşəng difuzor var. Sadəcə bu sonradan qoyulub deyə burada normalda ayaqla açılma və ayaqla bağlanma olmalıdır. O yoxdur. O aktiv deyil bu difuzora görə. Bunu belə bağladıq. Biraz vurmaq lazım. Bir balaca sərt olmaq lazım. Bir də bir şeydən danışım. Bilmirəm indi kimlər üçün maraqlı olar bu məlumat. Bu lükün sahəsi, sunroofun sahəsi F30-a nisbətdə 100 mm daha böyüyüb. Yəni bu da içəri daha çox işığın girməsini, daha çox səmanı görə bilmənizi sağlayır. Bu stoplar var. Bunları bəziləri deyir ki, Lexus stoplarına oxşuyur. Hətta BMW bu X5 G05 Kuzanın stoplarını deyirlər ki, Toyota RAV4-ü xatırladır. Nə əlaqə? Onun yəni hocam BMW də bu какой Toyota? Yəni bu stoplar həqiqətən çox qəşəng görünmə sahibdir. Ümumiyyətlə BMW far və stopları zaten bu maşına ayrı gözəllik qatır. BMW-yə aqressiya verən o farlarıdır, o baxışlarıdır. Avtomobilimizin interyerinə keçid alırıq. Bu dəqiqə F30 ilə müqayisə edəcəm, görək rahatlıq necədir. Salon materialı eyni demək olar. Yəni dəri eyni tipajdır. Sadəcə ümumilikdə indi avtomobil daha da genişləndiyinə görə diz məsafəsi görürsünüz nə qədərdir. Yəni qəşəng rahatdır. Daha uzundur avtomobil, həm də daha enlidir biraz daha. Burada plastikdir, dəridir belə. Qapı ruçkaları alüminium. Elə maşınlar var ki, plastikdən gəlir. O bahalı hissiyatı vermir. Soyuq dəmirə dəyirsən, özüdür. Burada bu yeri açdıq. Deməli burada BMW-yə xas stəkan tutacaqlarımız var. Başqa bir şey yoxdur. Burada arxaya keçid. Bu ortadandır. Buradan belə açdınız, yenə uzun nə varsa yerləşdirirsiniz, gedir. 2 dənə uşaq oturacağı üçün yerlər var burada. Yəni salon bu qaradır, yoxsa belə bir navy blue deyə bir rəng var, ona da oxşuyur. Günəş düşəndə, işıq düşəndə biraz daha belə göy kimi gəlir adama. Deməli bura 2 dənə uşaq oturacağı yerləşdirirsiniz, amma ortada otura bilməyəcəksiniz. Yəni 2 ailəli uşaq üçün okey avtomobildir. Arxa sıranın işıqlandırması buradadır və həqiqətən belə baxırsan bu detaya, yəni ucuz görünmür. Belə səliqəli, arxa sıranı da düşünüb adamlar, belə bunu bahalı qoyublar. Sonra burada bir dənə 12 voltluq şarj yeridir. 2 dənə Type-C girişi var. Arxa sıranın klimat kontrolünü özünüz idarə edə bilirsiniz. Bu da deflektorlarımız. Burada 2 dənə belə qovluq yeri deyək. Stəkan tutacağı var burada bir dənə, bir də ki belə bir. Yəni orada bir dənə butulka yerləşdirmək olar. Baş məsafəsi isə yəni belə bir məsafədə məncə rahat olacaq sizə. Yəni 1.75 o ilə mənim başım dəymir. Yəni 1.80 falan, 1.85 də otursa problem yoxdur. Ümid otursan nətər olar? Yaxşı deyir. Adam yaxşı deyirsə yaxşıdır. Mustang'dakı kimi deyil. Yəni gəldiyi Mustang'a biz. Yəni belə qalmırsan. Bir zəhmətdə sedan maşındır deyərlər. Yəni arxa belədir. Bir də keçərik qabağa görə. Ora necədir? Keçid aldıq avtomobilimizdə ön sıraya. Deməli burada qəşəng bir dənə taxta işləmə. Burada bir dənə həcmli bardaçokumuz var. Və ambiyans slaytların gözəlliyinə bax. Burada artıq G20-də rənglər daha çoxdur və daha çox da bilinirlər. Görünür hər yerdə. Yəni bu dəqiqə qırmızı rəngdir. Qırmızı da çox belə asalətli görünür, belə səliqəlidir. Sonra burada bir dənə belə yerimiz var. 2 stəkan tutacağı, bir dənə USB girişi, sonra yenə bir dənə 12 voltluq yer. Açarı ilə bura qoyuruq. Sonra bir dənə də burada çox burada. Burada da yenə bir dənə Type-C girişi var, amma həcmi çox deyil elə də. Elə yəni şeylər yerləşdirə bilərsiniz. Sonra indi bir çox maşında olduğu kimi burada da biri var, xırda şeyləri atmağa. Sonra burada sos nəyi var? Sos düyməsi. Bu bizdə aktiv deyil təbii ki də. Bunu açırsınız, burada aşağıda sosdur. Bu yəni fövqəladə hal baş verdiyində, qəzada falan da təcili tibbi yardım çağırmaq, kömək çağırmaq üçündür. Bizdə aktiv deyil, ancaq Amerikada aktiv özəlliyidir bu. Sonra lükumuz. Gəldik belə. Tam belə açılır və bir də belə lüku açırıq. Tamamilə rahat. Qəşəng sərin havanın keyfini çıxardırsa, amma bu qədər gedir arxaya. Nə anladım bu işdən lük tam açılmırsa? Nəysə. Burada bir dənə M rulumuz var. Sürətlər qutumuz nə idi o? Pribornaya panel. O da proşivka ilə yazılıb, M yazılıb. M-in
sürətlər göstəricisi yazılıb. Cihazlar paneli indi yadıma düşdü. Cihazlar paneli M yazılıb. Yəni oturacaqların dəri materialı düzdür. Qəşəngdir. İncələməsini çəkdiyimiz E-Class var idi Ümid. Ondakı kimi belə qəşəng materialdır. Amma nə yalan deyim, yumşaqlıq o deyil. Daha çox sportivnidir. Amma buralar falan rahatdır, yumşaqdır. Avtomobilin probeqi 33.401 kilometrdir. Burada bir dənə qəşəng displey var. Daha çox sürücüyə baxır artıq hər şey. Əvvəl məsələn daha ortadaydısa, indi hər şey sürücüyə dönükdür. Sürücüyə daha rahat, sürücünün komfortu. Alüminium işləmələr falan da öz sözünü deyir. Maşından düşə-düşdə bunu gördüm, bu düyməni. Dedim, bu nədir? Təxmin elədim ki, bu siz oturacağın sıxmasıdır deyə. Yəni, çox zor temadır bu. Gəlir, oturacaq tam sizi qucaqlayır, qoymur da o yana bu yana getməyə. Qəşəngdir, özünüzə uyğun şəkildə bunu ayarlaya bilirsiniz. Layıqladım bunu. BMW, sevirəm səni. Avtomobilimizin xarici parametrlərinə nəzər yetirsək, uzunluğumuz 4807, eni 1827, hündürlüyü isə 1442 mm-dir. Təbii ki, dəqiq rəqəmləri buralarda bir yerdə görəcəksiniz. Disk təkər parametrində keçmədən əvvəl bir dənə bu qapuruşkalarından danışım. Bəziləri deyir ki, bura niyə bu qədər dərindir falan. Bu da aerodinamika danışır yenə burada. Daha da içəri sıxmağa çalışıblar ki, daha yaxşı aerodinamikaya sahib olsun avtomobilimiz. Disk təkər parametrlərinə keçsək, təkərlərimiz Michelin Pilot Sport 4S-dir, disklərimiz Vossen, parametrləri isə 245-35R20-dir. Bir də arxaya deyək, oranın parametrlərinə göz yetirək. Arkada isə 275-30R20. Deməli, sizə avtomobilimizin özünə məxsus səsini dinlədim. Zavoddan gələn popcornu var. Sport Plus rejimə keçirəndə təbii ki, o səsini eşidirik. Göndərin gəlsin. Verin qazı. Yetərlidir. Yəni bu səsi sakitdir, amma zavoddan gəlir. Yəni heç bir polis falan buna görə ilişə bilməz. Yəni zavoddan gələn popcorn sistemi ilə təchiz olunmuş maşındır. İndi isə keçid alırıq avtomobilimizin sürüş testinə. Görək G20 F30-dan nə fərqləri var sürüşdə. Yəni sahibinin sözləri odur ki, çox fərq edir. F30-u da olub əvvəl, deyir müqayisədə hansı daha yaxşı. Deyir hər bir baxımdan G20. Təhlükəsizlik kəmərindən hər müddət istifadə edirik. Kamu spotuna dönmüşük artıq. Keçirik drive rejiminə. Yəni bu dəqiqə komfort modda hərəkətə başlamışıq. Qəşəngdir, yumşaqdır ya. M-Rule özü də M-Rule-un hissiyatı təmiz başqadır. Yəni bu dəqiqə dımırlı yolda gedirik. Hazır elə gedəndən bəziləri deyir ki, bu lük əsməyə başlayır belə yolda, yenə səs verməyə başlayır. Yəni bu dəqiqə gedə-gedə baxıram ona, o kipdir yəni, normal qaydasında durub. Yəni komfort rejimdə turbinanın səsi eşidilir, havanı yığır belə. Qəşəngdir. Komfort rejimdə bax. Sürəti görsən necə götürür. Təmiz bir başqadır. Yəni komfortda belə gedirsə, sportda gör necə gedər. Burada bir də Sport Plus-da yoxlayaq müəyyən bir sürətlənməmizi. Getiririk buradan, yəni düymə ilə basırıq. Plus, yəni Sport Plus-dayıq artıq elə. Burada mexanika rejimində keçirdə bilərik, bir də istəsək, ona ehtiyac duymuruq. Amma hayf ki, launch kontrol yoxdur. Deməli, belə bir opsiya var ki, sport sürətlər qutusunu alırsınız, əlavə 17.000 evro verib maşının sifarişi zamanı. Onda artıq launch kontrol, launch startımız da var. Bəli, 10 kilometri gördük, daha 11-i gördük. Sıxır mı? Belədir, normal. Amma getməyi var, qəşəngdir. Ümid, sən nə fikirləşsən? Yer adamı atmır, atıb tutmur. Motorun səsi gəlir salona, belə qəşəngdir. Yəni turbinası da qəşəng işləyir, səsi ötürür içəri, o hava yığmasını eşidirsiniz. Bir də blow-off çatışmır. Ara bir askırsın belə turbina, onun öz səsi başqadır da. Amma belə ümumilikdə
Gəldi. Popcorn gəldi. Ümumilikdə komfort rejiminə qaydırıq. Mən qəşəngdir. Sarır. İndi biz stok F30 sürməmişik ya. Biraz başqadır, amma belə ümumilikdə sürüş hissiyatı, yumşaqlığı qəşəngdir avtomobilin. Yəni uzun yol gedərsən bundan çox rahat şəkildə. Ha bir də ki, yəni görüş məsafəsinə baxırsınız, yəni kapot adamın üstündə tullanmır. Yəni yetər qədər görüş bucağınız var, yolu açıq şəkildə görə bilirsiniz. Yəni 98 benzindən istifadə olunur. Şəhər içində sərfiyyatı 10-12 litrdir. Yəni 10 litri, 11 litri belə görürsünüz. 95-də istifadə olunsa, hə, daha çox olacaq. Yəni trassda da hardasa bir 7 litr, 8 litr civarı bir sərfiyyatınız olacaq. Amma bunun sürüşündən həzz almaq lazımdır ya. Bəziləri deyəcək, burada görəcəklər çek yanır. Haha, BMW deyənə çek engine yanır. O qabaqdakı aktiv radiator barmaqlarına görə olan bir şeydir. Onların bəzilərində yəni termostat problemi falan olur deyə dəyişirlər onları, adisini qoyurlar. Mən də dəyişilməsin tərəfdarıyam. Necə deyirlər, aktiv olan xoşuma gəlmir. Bağlı görünüşü elə də ləzzət eləmir. Açıq olanda yəni BMW-nin aqressiyasını ortaya qoyur da. Yəni onun da açılması necədir? Avtomobilə görür ki, çox istidir falandır. Avtomobilə həddindən artıq isti olanda, artıq motor boğulanda bir növ onlar avtomatik şəkildə açılır və artıq həddindən artıq soyuma olanda da yenidən bağlanır. Bu sistemlə işləyir. Bir də bununla drift da eləmək olur bu iki motorla. G20 qəşəng fırlanır. Təbii ki, bizdə o şərait yoxdur bu dəqiqə. Lakin yəni biraz araşdırsaz, videolar qarşınıza çıxar, tam stok vəziyyətdə qəşəng tüstü duman qaldıra bilir. Əylək sisteminə nəzər yetirsək, indi bir balaca sürəti yığaq, anidən tormozlama eləyək. Yəni qəşəng dayanır. Maşını saxlaya bilir. Yəni F30 ilə arasında xeyli fərq oldu, amma askı sisteminə nəzər yetirsək, öndə McPherson'ın stoykalarıdır, arxada da monoqrecharjlı stoykalarıdır. Yəni belə eyni qalmayıb. Sadəcə onlar biraz daha da darabot olundu, daha da yaxşılaşdırıldı. Belə ümumilikdə hissiyatından rahatdır, yumşaq avtomobildir. Almağa dəyərmi? Dəyər. Qiyməti yəni bizim ölkəmizdə belə baxanda abartı qiymətlərə də sahib deyil. Almağa dəyir bu avtomobili. F30 ilə müqayisədə də daha yenidir, daha savremendir, daha genişdir. Amma yenə də biraz zövq məsələsi var. İndi kimisi F30 istəyər, kimisi G20. Bugünlük BMW G20 Kuza barədə bu qədər. Gələcək buraxılışlarda görüşənədək. Sağ olun, salamat qalın.